Orta əsrlərdə Azərbaycanda da mancınıqdan çox geniş istifadə olunurdu və əgər İçəri şəhərə gəlsəz, siz bu bürcün üzərində mancınığı görəcəksiniz yəqin ki. Bizdə bu hal-hazırda olan mancınıq kompozit mancınıqdır. Yəni həm böyük nizələr atır, həm də ki daşı sapan vəziyyətində ata bilir. Ümumiyyətlə mancınığın bir çox növü var və yaranması ilk dəfə Çində baş verib. Çində ilk dəfə yaranıb, amma onu inkişaf elətdirən Yunanlılar idi. Yunanlılar onun üzərinə Rum ataşı, yəni bildiyimiz barıtı qoyub atırdılar. Hətta Bizanslılar Osmanlılara qarşı döyüşən zaman Konstantinopol müharibəsi, yəni İstanbulun fəthi zamanı çox geniş istifadə ediblər bundan və Osmanlılar çox ciddi tələfat vermişdilər. Bizdə isə mancınıqlardan daha geniş istifadə edən şəxs Nadir Şah olmuşdu və Nadir Şahdan da əlavə Şah İsmayıl dövründə də mancınıqlardan çox geniş istifadə edilmişdi. Əgər bu tərz tarixi bilgilərin yenidən gəlməyini istəyirsinizsə, zəhmət olmasa videonu bəyənib kanala abunə olun. Bu tərz videolar daha çox gələcək o zaman. İnşallah görüşərik. Hələlik.